UNICEF-in açıqladığı statistikaya görə dünya əhalisinin təxminən 2/3-i hər il müəyyən dövrlərdə su qıtlığı ilə üzləşir və bu göstərici gələcəkdə artaraq hər 2 nəfərdən birinə çatacaq. Belə davam edən su böhranı bir sıra siyasi, sosial və iqtisadi problemlərə yol aça bilər. Ekspertlərin fikrincə, su çatışmazlığının kənd təsərrüfatından tutmuş, enerji sənayesinə qədər bir çox sahəyə mənfi təsir göstərmə ehtimalı var. Əgər su ehtiyatlarımız, suvarma üçün ayrılan sularımız azalarsa, bunun belə deyək də, mənfi təsiri birinci növbədə kənd təsərrüfatına ola bilər. Burada məhsuldarlığın azaldılması öz növbəsində idxaldan asılılığa gətirib çıxara bilər. Bu da birbaşa belə deyim, qiymət artımına, inflyasiyaya təsir göstərər. Yerlərdə iş yerlərinin azalmasına təsir göstərər. Əgər məhsuldarlıq azalırsa, istehsal gücü azalırsa, demək ki, iş yerləri də azalır. Su ehtiyatlarının azalması təkcə təsərrüfat və gündəlik həyata deyil, dövlətlər arası münasibətlərə də mənfi təsir göstərir. Tarix göstərir ki, su uğrunda mübarizə zaman-zaman silahlı münaqişələrə də səbəb olur. Buna misal olaraq Ərəb ölkələri ilə İsrail arasında baş verən 6 günlük müharibəni, eləcə də Tacikistan və Qırğızstan arasındakı sərhəd toqquşmalarını göstərmək olar. Mərkəzi Asiyada yaşanan bu qarşıdurma su hövzələri uğrunda ilk qanlı münaqişələrdən biri hesab edilir. Bugün isə su problemi əsasən transsərhəd çaylar üzərindən yeni gərginliklər yaradır. Hazırda risklər xüsusilə Nil çayı və Mekong çayı hövzələrində, eləcə də Mesopotamiya bölgəsində müşahidə olunur. Ekspertlər bildirirlər ki, transsərhəd çayların qarşısının bəndlərlə kəsilməsi və çirkləndirilməsi kimi hallar münaqişə risklərini artırır.